çox təəssüf ki, müasir insan mənəviyyatın ikinci plana atıldığı bir mühitdə yaşayır. Yəni, insanların maddi maraqları o qədər önə çıxıbdır ki və bütün problemlərinin maddiyyatla həll edilə biləcəyini zənn edir insanlar. Və beləcə mənəviyyat ikinci plana atılır. Yəni, bu, mən deyərdim ki, hətta sənaye inqilabı ilə birlikdə başlayan bir prosesdir. Ki, 20-ci əsrdə də biz bunu gördük, 21-ci əsrdə fərqli şəkildə bu davam edir. Və belə bir mühitdə yaşayan insan xoşbəxt ola bilməz. Çünki insan təkcə maddi bir varlıq deyil, insan mənəviyyata ehtiyacı olan bir varlıqdır. Tamamilə mənəviyyatdan ibarət də deyil, şübhəsiz ki, maddi tərəfi də var. Çünki insan dünyada yaşayır və bu dünyanın şərtləri var, bunlara da əməl etməlidir. Eyni zamanda dinimiz də bizdən bunu istəyir. Quran-ı Kərimdə ayələrin birində وَابْتَغِي فِي مَا آتَاكَ اللّٰهُ الدَّارَ الْآخِرَةِ وَلَا تَنْسَ نَصِيبَكَ مِنَ الدُّنْيَا buyuruyor. Yəni, Allahın sənə verdiyi ilə axirət yurdunu istə, onu qazanmağa çalış. Amma dünyadakı nəsibini də unutma. Bu, müsəlmanın həyatdakı əsas prinsipi bu olmalıdır. Amma çox təəssüf ki, bəzən biz maddiyyatı önə çəkirik, mənəviyyatımız geridə qalır. Və insanlarımıza, ailəmizdə də belə düşünür bəzən. Deyirik ki, insanlara dünyəvi elmləri öyrədək, keçsin bir iş sahibi olsun, məqam sahibi olsun, mənsəb sahibi olsun, əli pula çatsın. Bunlar gözəldir, pis deyil. Çünki bizim dinimiz də bizdən kasıb olmaq istəmir. Əksinə, mümkün qədər əlimizdə imkan varsa, daha da zənginləşməyi və ehtiyac sahiblərinə də kömək etməyi istəyir bizdən. Zəkat müəssisəsi budur. Amma insan təkcə maddi bir varlıq deyil, mənəvi varlıqdır. Biz bunları dedik, amma ona mənəviyyat verməsək, o insan həm özü üçün, həm cəmiyyət üçün xeyirli bir insan olacaqmı? Ola bilməz. Xoşbəxt də ola bilməz. Çünki insanın xoşbəxtliyi maddiyyatda yatmır. İnsanın xoşbəxtliyi mənəvi bir məfhumdur. Əgər mənəvi rahatlıq taparsa, insan xoşbəxt olar.